بسم الله الرحمن الرحيم قل هو الله أحد رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وأصحابه أجمعين. Əziz, qiymətli qardaşlar, dəyərli cəmaat, hörmətli böyüklər, ağsaqqallar, aləmlərin Rəbbi olan Allaha sonsuz həmd sənalar olsun. Onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, səhabələrinə, əhli beytinə və qiyamət gününədək onlara gözəl şəkildə tabi olanlara Allahın salavatı, salamı, xeyir duası, bərəkəti olsun. Mən də öz növbəmdə böyüklərin, ağsaqqalların təbriklərinə, xeyir dualarına qoşularaq həm qardaşımı, həm bacımı təbrik edirəm. Allah Taalaya dua edib ondan istəyirəm ki, onların bu işin xeyirli, bərəkətli, faydalı etsin. Allah Taala onlara daima dünyada və axirətdə ailə xoşbəxtçiliyi, İslam, iman neməti, salih işlər görüb əməllər etmə səadəti nəsib etsin. Həqiqətən də insanın dünya və axirətdəki xoşbəxtçiliyi Allaha iman gətirib salih əməllər etməsidir. Uca Allah bizlərə Qur'an-ı Kərimdə onlarla ayədə Allaha iman gətirib salih əməllər edən üçün xoşbəxtçilik, səadət vardır. Ha belə Allah Taala onları bağışlayıb onları əfv edir. Allah Taala onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacağı cənnət bağçaları hazırlayır. Allah Taala iman gətirib salih əməllər etməklə onların təqsirlərindən, günahlarından keçir. Bütün insanın arzuladığı gözəllik, səadət, yaxşılıq, firavanlıq, əminamanlıq Allaha iman gətirib salih əməllər etməkdə vardır. Uca Allah buyurur: "Mən amilə salihan min zəkerin əv unsə və huve mu'minun fələnuhiyyennehu hayatan tayyibə və lənəcziyennehum əcrahum bi əhsəni mə kanu ya'malun." Allaha iman gətirərək yaxşı işlər görən kişilərə və qadınlara bu dünyada gözəl, yaxşı həyat var, axirətdə isə etmiş olduqları ən gözəl, ən yaxşı əməllərə görə mükafat vardır. Bu iman, bu salih əməllər insanı hörmətli edir, onu ucaldır. Rasul sallallahu aleyhi və səlləm buyurur: "Əl-İslamu ya'lu və la yu'la aleyhi." İslam dini insanı hörmətli eləyir, onu ucaldır. Heç vaxt onu geriyə aparmır, hörmətdən, ucalıqdan salmır. İslam dini, yəni uca Allaha inanmaq, yaxşı salih əməllər etmək. Möminlərin əmiri Ömər ibn-i Xattab, Allah ondan razı olsun, deyir ki: "Nəhnu qavmun əəzzənəllahu bil-İslami." Biz elə bir cəmaatıq ki, Allah Taala bizi İslamla izzətləndirib, güclü, qüvvəli edib. Məhməbtəğaynəl izzətə fi qayrihi əzəllənəllahu. Nə vaxt ki biz gücü, qüvvəni, adı, sanı, hörməti İslamdan, imandan, salih əməllərdən qeyrisində axtaracağıq, Allah Taala bizi zəlil edəcəkdir. Hər birimiz bu gözəl vətəndə, İslam, müsəlmançılıq diyarında Allaha inanan, Allahı tanıyan, Peyğəmbəri tanıyan, Qur'anı tanıyan, namazı, orucu, zəkatı, həcci, ümrəni bilən ailələrdə dünyaya gəldiyimizə görə həmd-ü səna etməliyik. Allahım, sənə həmd olsun ki, məni müsəlman ölkəsində, müsəlman şəhərində, müsəlman kəndində və ən əsası müsəlman ailədə dünyaya gətirib, məni yaradıb, məni xəlq etmisən. Bu həyata necə deyərlər, sanki 3-0, 4-0 qabaqda başlamaq deməkdir. Bu nemət hamıya qismət olmur. Hətta bu nemət tarixdəki fəzilətli kişilərə nəsib olmayıb. Amma Allah Taala bizə bunu nəsib edib. Uca Allah buyurur: "Əfəmən şərəhallahu sadrahu lil-İslami
فَهُوَ عَلَى نُورٍ مِّنْ رَبِّهِ Allahın köksünü İslam'a açdığı şəxs artıq Rəbbi tərəfindən işıq, nur üzərədir. فَوَيْلٌ لِلْقَاسِيَةِ قُلُوبُهُمْ عَنْ ذِكْرِ اللّٰهِ Vay olsun qəlbi Allahı xatırlamaqdan qafil qalan şəxslərə. Bu İslam dini onu tanımaq, onu qəbul etmək, onu razı qalmaq o deməkdir ki, insan ən birinci Allaha inanır, ona etiqad edir. Qəlbində inanır ki, məni yaradan, mənim ruzumu verən, mənim işlərimi idarə edib sahmana salan, aləmlərin Rəbbi olan uca Allahdır. Bütün bu işləri görən Allah da ibadədə haqqı satan yeganə məbuddur. İlk öncə buna qəlbində inanır, etiqad edir. Sonra bunu dili ilə söyləyib etiraf edir, tələffüz edir. Allah Teala mənim Rəbbimdir, İslam mənim dinimdir, Muhammed sallallahu aleyhi və səlləm mənim elçimdir, peyğəmbərimdir, mənim rasulumdur. Sonra bunu əməllərində göstərir. Müsəlman olmağın gündə 5 vaxt namaz qılmağı ilə göstərir. Ramazan ayında oruç tutmağı ilə göstərir. Malın zəkatını çıxarmaqla göstərir. Zilhiccə ayında həc etməklə göstərir. Qurban kəsməyi ilə göstərir. Ədəbində, əxlaqında göstərir. Ha belə atası ilə, anası ilə mehriban olması, onları eşidib onların sözünə qulaq asması, qohumları ilə, qonşuları ilə mehriban olması, qonşu haqların gözləməsi, insanlar ilə və bütün Allahın yaratdıqları ilə mərhəmətli olmaq. Allah Teala buyurur ki, "Er-rahimunə yerhamuhumur-rahman." Rasul sallallahu aleyhi və səlləm deyir, mərhəmətli olana Allah da mərhəmət edər. İrhamu mən fil ardı yerhamukum mən fis-səmai. Siz yerdəkilər ilə mərhəmətli olun ki, səmada olan Er-Rahman Allah da sizinlə mərhəmətli olsun. Bizim üzərimizə vacibdir Allahın bütün yaratdıqları ilə mərhəmətli olmaq. Bitkilərdir, heyvanlardır, ağaclardır, hər bir şey. Ən əsas da insan. İnsan bizim kimi bəşər, bizim kimi Adəmin oğlu, yaxud da Adəmin qızı. Ona hörmət, ona ehtiram, ona sayğı lazımdır. Ən başda əgər dində eyni isə, hörmət, ehtiram daha çox olmalıdır. Çünki o mənim həm insanlıqda qardaşımdır, həm də dində qardaşımdır. Onun adın, sanın, malın, canın, hər bir şeyin qoruyub saxlamalıyam. Onun hörmətin göstərməliyəm. Onun arxası danışmaq olmaz, ona xəyanət eləmək olmaz, onu yarı yolda qoymaq olmaz və s. Əlimlə, dilimlə ona əziyyət etməməliyəm. Sonra gəlir, bəlkə də dində ayrıdır, amma insanlıqda mənim kimi eynidir, o da mənim kimi insandır. Dinlər fərqli olsa belə, eyni vətəni, eyni məmləkəti, eyni suyu, eyni havanı, eyni dağı, daşı bölüşürük. O da mənim eyni vətəndə qardaşımdır. Baxın, Allah subhanahu və teala bizlərə danışır Quran-ı Kərimdə, deyir ki, Səmuda qardaşları Salihi Peyğəmbər göndərdik. Mədyənə qardaşları Şuaybi Peyğəmbər göndərdik. Ada qardaşları Hudu Peyğəmbər göndərdik. Bunların qardaşlığı nə idi? Axı dinləri fərqli idi. Səmud, Ad, Mədyən, Allahdan başqasına ibadət edən cahil cəmaat idi. Yəni bunlar dində qardaş deyil idilər. Nəsildə, qohum, əqrəbada da qardaş deyil idilər. Çünki mümkündür ki, Salih, Hud, Şuayb, onlarla hamısı ilə ata bir, ana bir qardaş olsun, yaxud da ata bir, ana ayrı qardaş olsun. Bu qardaşlığın adı, onlar eyni vətəndə idilər. Eyni vətəni, eyni şəhəri bölüşdürdüyünə görə Allah Teala onları qardaş adlandırdı. Qardaşları Hud, qardaşları Salih, qardaşları Şuayb, yəni eyni vətəni bölüşdükləri üçün. Bizlər də hətta insan qeyri-müsəlman olsa belə, onunla əxlaqla rəftar etməliyik. Qonşumuzdur, qonşu haqlarına riayət eləməliyik. Xəstələnib, gedib baş çəkməlisən. Evinə qonaq dəvət, İslamı, müsəlmançılığı, əxlaqı, ədəbi görsün. Görürsən, həyətdə iş gedir,
Get kömək elə, qonşu kimi yanında ol. Ticarət eləmək olar. Rasul sallallahu aleyhi və səlləm ticarət etdi. Hətta öz